Salam dostlar. Söz vermişdim ikinci videonu çəkəcəm. Düşünürəm bu video da maraqlı ola bilər. Və xüsusilə bu videonun başlığını əslində mən Currency Wars, pul müharibələri deyəcəm və səbəbini də izah eləyəcəm niyə görə. Yer gəlmişkən videonu axıra qədər izləsəniz, burada mən daha çox praktik yöndən belə deyək, bizim həyatımıza necə təsir edə bilər son hadisələrin tariflərin tətbiq edilməsi ümumiyyətlə və yaxud da qlobal maliyyə bazarında olan son belə deyək də hadisələrin bizim həyatımıza necə təsir edəcəyi ilə praktik yönü ilə izah etməyə çalışacağam. Bəlkə faydalanmış olarsınız. Ümid edirəm faydalı ola bilərəm. Amma videoya başlamazdan əvvəl bir nüansı qeyd edeyim. Niyə bu videoya Currency Wars və ya pul müharibələri deyəm dostlar? Çox qəribə bir şeyi xatırladacağam. Yəni bu mənə dejavu kimi gəlmiş oldu açıqcası. 2016-cı ildə bir kitab oxumuşdum. Jim Rickards, bəlkə də aranızda kimsə, izləyənlərdən kimsə bu kitabı oxuyub. 2011-ci ildə bu kitabı yazıb. Yeni gəlmişən o hüquqşünas, investment bankerdir və eyni zamanda kifayət qədər belə deyək də international economics üzrə çox yaxşı bir belə deyək də analizləri var. Və onun həm Currency Wars, Road to Ruin və Death of Money. Mən 3 kitabını oxumuşam açıqcası və adam həmin tarix 2011-dən bəri ancaq qızıl deyir və indi də deməyə davam edir və həmin vaxtdan bəri o qızılın $10.000 olacağını proqnoz edirdi. Bu Road to Ruin kitabında bunu xüsusilə qeyd edir ki, qızılın qiyməti $10.000 olacaq. Təbii bu qlobal borcu vurur, çıxır, hesablayır, bölür, belə deyək də və deyir ki, qızılın bir unsiyası $10.000 olacaq. Təbii qızılın tarixçəsinə baxsanız, deyəsən həqiqətən yol elə ora görsənir ki, qızıl belə gedərək $10.000 çatacaq. Bunun nə vaxt olacağını bilmirik. Yeri gəlmişəm bir nüans da qeyd edeyim dostlar. Ümumiyyətlə iqtisadiyyatda proqnoz vermək çox çətin məsələdir. Amma makro iqtisadi gedişatı bilsəniz, müəyyən mənada belə deyək də, həm ondan fayda götürmək olar, həm də ki, bir mənada özünüzün vəsaitiniz və ya da sərvətinizin dəyər itirməsindən qoruya bilərsiniz. İndi niyə görə bu pul müharibəsi adlandırırıq və həqiqətən pul müharibəsi nə olan şeydir? Bizim ölkəmizdə və xüsusilə bizim kimi sadə insanlara nə təsir ola bilər ki, Trump'ın tarif siyasətini neyniyəcək ki, deyə bilərsiniz. Amerikaya məhsul satmırıq, amma Amerikadan daha çox məhsul alırıq. Səbəbim sonuncu dəfə açıqladırıq. 1 milyarddan çox Amerikadan məhsul idxal eləmişik, neçə milyonsa da belə deyək də məhsul ixrac eləmişik. Yəni deyə bilərsiniz bizə nə dəxli var Amerikanın. İndi gəlin baxaq görüm nə dəxli var, görəcəyik. Dostlar, ümumiyyətlə müasir belə deyək də monetar sistemi qısaca nəzər salsaq, baxın, bilirsiniz, insanlıq tarixində belə deyək, ən uzun ömürlü olan pul deyək, mübadilə vasitəsi əslində qızıl olmuşdur və hal-hazırda əslində qızıl bir mənada davam edir. Yəni qəribə bir xüsusiyyəti var bu metalın. İnsanlar hər zaman qızıla güvənir bir anlamda. Və bilirsiniz, Birinci Dünya müharibəsinə qədər əslində dövlətlər öz pullarını, dəyərini qızılla müəyyən edirdilər. Lakin Birinci Dünya müharibəsində belə deyək, xüsusilə Avropa ölkələri kəskin şəkildə borclandıqlarına görə, Amerikaya borclandıqlarına görə, sistem dağıldığına görə hər şey məhv olmuşdu zaten. Başladılar öz pullarını devalvasiya etməyə. Bilirsiniz, xüsusilə Weimar Respublikası 1920-23-cü illərdə Almaniyada dəlicəsinə pul kəsdilər və Almaniyada hiperinflyasiya yaratmış oldular. Və xüsusilə bir anekdot kimi deyirlər ki, Almaniyada həmin vaxtı kafedə yemək yeməzdən əvvəl pulu ödəyirlərmiş ki, yemək bitənə yaxın qiymətlər qalxacaq da belə deyək. Yəni o dərəcədə inflyasiya, hiperinflyasiya. Bu təbii ki, hər şey dağıdan bir şeydir. Yəni oturduğunuz yeri kasıblaşmaq deməkdir bu. Və bilirsiniz, həmin o Weimar Respublikasının təbii həmin o hiperinflyasiya və s. təbii ki, Hitler kimi insanların yetişməsinə də səbəb oldu. Bir anlamda təbii ki. Eyni zamanda İngiltərədə başladı 1921-ci ildə dollardan, qızıldan belə deyək, öz imtina etdi və bir mənada başladı devalvasiya etməyə funtunu. Oradan Fransada başladı devalvasiya etdi ki, öz məhsullarını xaricə daha rahat sata, daha ucuz qiymətə, daha rəqabətçil qiymətə sata bilsin. Sonra dostlar, bu artıq sürətli hal almağa başladı. Dövlətlər artıq başladı, gördülər ki, yox da bu artıq bir şeyə gedir. Buna race to bottom deyirlər. Dibə doğru yarışdır. Yəni o pulunu dəyərsizləşdirir, bu ölkə pulunu dəyərsizləşdirir. Sonda artıq heç kim qazana bilmir əslində bu vəziyyətdə. Sonra nə etdi? İngiltərə başladı təkrar qızıla qayıtmağa. 1925-ci ildə İngiltərə başladı yenidən funtu qızıla bağlı eləməyə. Amma orada iqtisadçılar bunu tənqid edir ki, İngiltərə səhvən funtun dəyərini müharibədən öncəki vəziyyətlə bərabərləşdirdi. Bu da bir mənada İngilis məhsullarını daha bahalı etmiş oldu.
Sonra Fransada başladı bir mənada qızıla qayıtmağa ki, buna son qoyaq. Ondan sonra bilirsiniz böyük böhran gəldi. 29 və 30-cu illərdə Amerikada böyük böhran başlamış oldu. Bu vaxtı Smoot-Hawley tarif aktı belə deyək qəbul edildi və 20.000 ithal məhsulunu üzr istəyirəm, tarif tətbiq etmiş oldu. Bunu görən İngiltərədə başladı tarif tətbiq etdi və British Imperial Preferences adlı belə deyək bir tarif aktı qəbul etmiş oldu. Oradan Fransa başladı o öz məhsullarını belə deyək də qorumaq üçün tariflər tətbiq etməyə. Yəni ölkələr artıq proteksionist siyasət izləməyə başladılar. Elə bu vaxtı 1931-ci ildə İngiltərə başladı funtu təkrar devalvasiya etdi 30%. Bunun ardınca 1933-cü ildə Amerika başladı Roosevelt dolları 30% devalvasiya etmiş oldu. Təsəvvürünüzə gətirin, oturduğunuz yerdə bir gün içərisində Roosevelt dolları 40% devalvasiya etdi və təsəvvürünüzə gətirin, oturduğunuz yerdə bir gün içərisində sərvətiniz 40% əriyir. Dəhşətli bir şeydir. Və Fransa və Qızıl blok ölkələri də deyirlər onlara. Nə qədər dirənsələr də onlar da gördülər bundan qaçış yoxdur. Onlar da başladılar devalvasiya etməyə öz pullarını ki, öz ixrac məhsullarını belə deyək də artıra bilsinlər. Təbii bu da artıq bir mənada artıq dibə doğru yarış idi. Və 1936-cı ildə artıq gördülər ki, bunun sonu yoxdur. Amerika, İngiltərə və Fransa tripartite razılaşmasını imzaladılar ki, buna son qoyaq, bir belə deyək də balans yaradaq beynəlxalq ticarətdə. Amma dostlar, bilirsiniz, bu artıq nəyə gətirmişdi? Xüsusilə Almaniya, İtaliya, o cümlədən Yaponiyada ciddi mənada belə deyək də bu böhranın gətirdiyi bir militarlaşma siyasətinə başladı. Çünki xüsusilə bir nüansı qeyd etmək lazımdır. Əslində böhran zamanı bundan çıxış yollarından birisi, əslində ən ideal versiyalarından birisi militarlaşmadır. Məsələn, Hitler hakimiyyətə gələndə Almaniyada təxminən, indi bu rəqəmlər dəyişə bilər təbii ki, 6 milyon işsiz var idi. Amma Hitler artıq belə deyək də təxminən 1-2 il içərisində bunu 1 milyona endirmişdi bu işsiz sayını. Bilirsiniz, qorxunc bir belə deyək də militarlaşma siyasəti yeritdi. Eyni zamanda artıq 1939-cu ildə Polşaya hücumdan əvvəl səhv etmirəmsə Almaniyada hətta işsiz sayı 300 min nəfərə düşür. Təsəvvür edirsiniz? Qısa bir müddətdə yəni borc içərisində batan Almaniya, zaten müharibədən sonra onsuz da Almaniya böyük belə deyək də Versal müqaviləsinə görə böyük kompensasiyalar və s. üzərinə qoymuşdular. Doğu planı və s. ilə Almaniyanın o borc məsələsini yenidən belə deyək bir mənada restructuring elədilər. Amma Almaniya o puldan bir mənada hərbiləşmək üçün istifadə etmiş oldu. Və militarlaşma meyilləri başlamış oldu. Oradan İtaliya başladı, Efiopiya hücum etdi, Yaponiya başladı. Təbii Yaponiya da buradan çox ciddi zərər eləmişdi qlobal ticarətdə. Yeri gəlmişdən bir nüansı qeyd edim. Həmin bu tarif siyasətlərinin tətbiq edilməsi, proteksionist siyasət artıq 1930-cu illərdə qlobal ticarətin 60% kiçilməsinə səbəb olmuşdu. Təsəvvür edin, 60% qlobal ticarət kiçilir. Çox böyük, hər kəs zərər edir təbii ki bundan. Yaponiya da o cümlədən bundan zərər eləmişdi. Yəni, Yaponiyada resurs problemi və s.dən dolayı orada da militarlaşma başladı və Çinə hücum etdi. Buradan Almaniyanı bilirsiniz, Çexoslovakiya, Avstriya və sonra Polşa, Birinci Dünya müharibəsi bu belə davam etdi təbii ki. Artıq 1944-cü ildə gördülər ki, yox da bu məsələyə bir düzən vermək lazımdır. 1944-cü ildə Bretton Woods razılaşması bir mənada imzalanmış oldu. Sənədlə sonunda 47 ya 48 dövlət iştirak edirdi. Və Bretton Woods razılaşmasına əsasən yer gəlmişkən həmin razılaşmada iki qurum yaranmış oldu əslində. Beynəlxalq qurum, biri IMF, yəni International Monetary Fund, Beynəlxalq Valyuta Fondu və eyni zamanda Dünya Bankı yaranmış oldu. Burada çox önəmli bir nüans var. Onu indi deyəcəm. Əslində Amerikanın bu üçüncü vəziyyətə gəlməsinin təməlləri bəlkə də elə buradan başlayırdı. Nə baş verdi dostlar? Həmin dövlətlər yığıldılar. Dedilər ki, zaten müharibədə bir mənada ən güclü ölkə zaten Amerika idi. Artıq Avropa dövlətləri onsuz da darmadağın olmuşdu. Hamısı Amerikaya borclu idi. Bu vaxtı İngilis iqtisadçısı Keynes deyir ki, gəlin beynəlxalq belə deyək də rezerv valyuta yaradaq. Bu beynəlxalq ticarətdə balans yaratmaq üçün əslində bir vahid valyuta olsun ki, belə deyək də hər kəs ona güvənsin və bunu beynəlxalq bir qurum tənzimləsin. Hər hansı bir ölkəyə bağlı olmasın. Əslində çox ideal bir təklif idi. İndi insan dərk edir ki, adam çox uzaq görən olub, yəni. Səbəbini də izah edəcəm. Niyə görə əslində beynəlxalq rezerv valyuta çox önəmlidir beynəlxalq ticarətdə və indiki Amerikanın vəziyyətinə düşməmək üçün. Təbii Amerika buna hər zamanki kimi oyun pozanlıq edir. Amerika buna razı olmur. Çünki deyir ki, zaten bütün dövlətlər mənə borcludur. Mən kreditoram. Ən çox qızıl ehtiyatları da məndədir. Və dövlətlər belə razılaşırlar ki, okey,
Onda biz dolları belə deyək, öz valyutalarımızı dollara bağlı eləyirik. Dolları da qızıla bağlı eləyirik. 1 unsiya qızıl təxminən 35 dollar belə deyək hesablanılır və Bretton Woods sistemi yaradılmış olur. Əslində Bretton Woods sistemi həqiqətən də bir mənada ideal bir sistem oldu və 2-ci Dünya müharibəsindən sonrakı 50-60-cı illər, 62 səviyyəmizə qızıl dövr adlandırılır. Böyük bir iqtisadi böyümə olur. Təbii bu müharibədən dağılmış infrastrukturun qurulması və s. hamısının da təsiri olur, amma həmin dövr bir belə deyək qızıl dövr adlanır. Bu Bretton Woods sistemi gəlir 1971-ci ilə qədər. Nə baş verir? 1971-ci ildən əvvəl, məsələn 1967-də İngiltərə başlayır funtu devalvasiya edir. Təxminən 14%. Eyni zamanda Amerika Vyetnamla müharibə apardığına görə kifayət qədər borclanmışdı, belə deyək də kifayət qədər pul xərcləmişdi və dolların baha olması əslində problem yaradı Amerikaya və başladı Amerika dolları əslində ucuzlaşdırmaq istəyirdi eyni zamanda. Amma qızıla bağlı olduğuna görə əl-qolu bunu çox da rahat edə bilmirdi. Və eyni zamanda dostlar, bu ərəfədə də Fransa başladı dollarını satmağa ki, mənim qızılımı ver. Çünki Amerikada inflyasiya yüksəlirdi. Bir mənada dövlətlər də özünü qorumaq üçün dollar satıb qızıl alırdılar. Və eyni zamanda Almaniya başladı satmağa dollarını və dedi ki, qızılımı mənə ver. Amerikada görür ki, mənim qızıl ehtiyatlarım tükənir. Həm də əl-qolumu bağlamış olur bir mənada bu siyasət. Richard Nixon, buna Nixon şoku deyirlər. 1971-ci ildə Bretton Woods sistemini tərk eləmiş oldu. Və bunu tərk etməklə bir mənada yenidən bir qlobal ticarətdə bir xaos yaşanmış oldu. İndi hansı pula güvənəsiniz? Beynəlxalq ticarət hansı nə ilə apararsınız? Yenə də təbii ki, ən cüzdü valyuta yenə də həmin vaxtı dollar bir anlamda dominant idi. Amma istənilən halda ticarətdə qeyri-müəyyənlik yaratmış olur. Və üstəlik də yer gəlmişəm 1973-cü ildə Amerika neft embargosu qoyulmasından bilirsiniz. Amerikada bir şok yaşanmış olur. İnflyasiya həddən artıq yüksəlir. Çünki 3 dollar olan neft birdən-birə 12 dollara, bir barelə 12 dollara yüksəlmiş olur. Və bu da özlüyündə dediyim kimi Amerikada böyük bir büdcə kəsiri, yəni tədqiq balansında kəsir yaratmış olur eyni zamanda və həmçinin də inflyasiyanın yüksəlməsi ilə nəticələnir. Sonra həmin vaxtı yer gəlmişkən Avropa Birliyində də European Exchange Rate Mechanism deyə bir sistem var idi. Və bu sistemin əsas baza valyutası belə deyək də, lövbəri əslində Alman markidir. Çünki həmin vaxt ən güclü iqtisadi zaten Almaniya idi və Alman markına öz məsələn Fransa, İtaliya və s. hətta İngiltərə öz funtunu belə deyək Alman markına bağlı eləyir. Sonra görürlər ki, dollar yenə də bahalaşır. Çünki bir mənada dediyim kimi dolların rezerv valyuta olmasının səbəbi əslində Amerika, yəni dolların rezerv valyuta olması əslində Amerikaya problem yaradır nə baxımdan? İndi məsələn bir çox Trump və s. barbar bağırır ki, biz bax Çin bizə bu qədər məhsul satır, biz onlara niyə sata bilmirik və s. Baxın, iqtisadiyyatda buna trifin belə deyək, dilemması, trifin paradoksu deyirlər. Bu nə olan şeydir? Bu paradoksda misal deyək ki, dolların rezerv valyuta olmasından dolayı, məsəl üçün Türkiyə xarici dövlətindən borclananda nə ilə borclanır? Dollarla borclanır. Əmtələr nə ilə satılır? Dollarla satılır. Yəni dollara hər zaman tələb yüksək olur. Hər zaman dollara tələb yüksək olur. Dollara da tələbin yüksək olması dolların dəyərinin yüksəlməsinə, Amerikan məhsullarının baha olmasına səbəb olur. Və diqqət yetirsəniz, tarixi perspektivdə baxsanız, dollar indeksi əslində tarixin ən yüksək zirvələrindədir. Və bundan dolayı da Amerikan məhsullarını çox rahat sata bilmirlər. Yəni bu əslində dilemma. Amerikaya üstünlüyü nədir? Kifayət qədər cash flow olur. Yəni düşünsənizə, dünyanın böyük bir qismi işləyir. Hətta bizim balaca Azərbaycanımızda belə insanlar işləyir. Gedib nəyə yatırım edir? Amerikan şirkətlərinə yatırım edir. O pulu hara köçürür? Amerikaya köçürür. Yəni Amerika da əslində bundan kifayət qədər faydalanıb və eyni zamanda təbii ki, Amerikanın ən böyük gücündən birisidir. Yəni dolların belə deyək də, onun valyutası olması və beynəlxalq ticarətdə əsas valyutanın dollar olması Amerikaya sərf edir, istənilən ölkəyə sanksiya qoyur, hədələyir və s. Bu bir gücdür. Amma indi dediyim kimi, yəni Amerikanlardan əslində xoşum gəlməməsinin böyük səbəbi olur ki, onlar deyir ki, yox, hər şey bizim olmalıdır. Yəni winner takes all, yəni hər şeyi almalıdır da belə deyək. Biz hər şey bizə xidmət eləməlidir təfəkkürü var. Yəni əslində dolların bahalaşmasının ən böyük səbəblərindən birisi qeyd etdiyimiz kimi dolların rezerv valyuta olmasıdır. Yəni bu Çinin hər hansı bir istehsalatda güclü olması və yaxud nə bilim digər ölkələrin günahı deyil. Təbii Çinə gələdik, Çinin özünün də yuana süni müdaxilələri burada rol oynayır.
Amma qeyd etdiyimiz kimi əslində Amerika da dəfələrlə öz pulunu dəyərsizləşdirib. Və təbii ki, dolların bağlaşması yenə Amerikanı narahat edir. Amerikada tədqiyə balansında mənfi saldo həddən artıq böyüyür. Bir də təbii neft embargosu bunu da daha da artırmış olur. Və Amerika yığışır, Accord Plaza razılaşması deyirlər ona. İngiltərə, Yaponiya, o cümlədən Almaniya, Fransa bunlar yığışırlar. Amerika bunlara deyir ki, siz biraz dollar satın rezervinizi. Dollar biraz ucuzlaşsın. Yer gəlmişkən bu dövrdə də bilirsiniz, həmin tarixdə ən böyük belə deyək, böyüyən iqtisadiyyatlardan birisi Almaniyadır, bir də Yaponiyadır. Zaten Yaponiyanın 50-80-ci illər iqtisadi möcüzədir, yəni iqtisadi artımı. Hər kəs bilir, yəni məsəl üçün qlobal şirkətlər yaranır, Toyota, Sony, Panasonic və s. Böyük bir belə deyək də böyüm olur və Yapon yenasının da ucuz olması bir mənada Amerikanın dolların bağlaşmasının əsas səbəblərindən birisi olur. Və bu razılaşmayla bir mənada Amerika bu ölkələrə təzyiq edir ki, biraz belə deyək də dollar rezervlərinizi satın, biz müdaxilə etməyək, siz satın, dollar ucuzlaşsın. Yoxsa vəziyyət yaxşı olmur da belə deyək. Yəni bir mənada Amerikaya bu zərər verməyə başlayır. Təbii dostlar, sonra yəni bu belə deyək, növbəti müharibəni deyək, pul müharibələri bir mənada şeylə başa çatmış olur. Bu Accord Plaza razılaşmasında bir mənada müəyyən bir nizamlama yaradırlar. Və 80-ci illərdə təbii ki, Reaganın bazar liberallaşması və eyni zamanda maliyyə bazarında deregulyasiyası başlayır və həmin vaxtı spekulativ maliyyə alətləri, mürəkkəb maliyyə alətləri, derivativlər, opsiyonlar və s. yaradılmağa başlayır. Bir mənada belə deyək, investisiya bankları önə çıxmağa başlayır və Amerika əslində bundan kifayət qədər pul belə deyək də kəşf pulu gəlir Amerikaya. Çünki dediyim kimi bütün dövlətlər işləyir, gedir Amerikan banklarına yatırım eləyir və yaxud da Amerikan səhəm bazarına yatırım eləyir. Və bu siyasət davam eləyir ta 2008-ə qədər pis yaxşı gəlirik. 2008-də bilirsiniz, Amerikada mortgage böhranından yaranan belə deyək də, ipotekanın şarının partlaması ilə yaranan bir böhran başlayır, qlobal bir böhran başlayır. Və bu böhranda təbii ki, dağıdıcı olur və Amerikanın bir çox bilirsiniz, bankları batır, bəzilərini xilas edirlər, bailout edirlər, bəzilərini Lehman Brothers misal üçün batmış oldu. Və yenidən nə başlayır əslində? Amerika bu böhrandan çıxmaq üçün əslində yenidən başlayır dolları devalvasiya etməyə və faiz dərəcəsini kəskin aşağı salırlar. Hətta 0.5%-ə qədər federal ehtiyatlar faiz dərəcəsini aşağı salır. Bir mənada pulu devalvasiya, yəni dolları devalvasiya etmiş olur. Və bununla da eyni zamanda təbii ki, böyük böhrandan hər kəs, yəni 2008-ci böhrandan hər kəs zərər eləyir. Burada xüsusi bir nüansı qeyd edin dostlar. Baxın, Amerikada əslində maliyyə sistemi o qədər mürəkkəb, ümumiyyətlə dünya maliyyə sistemi o qədər mürəkkəbləşib ki, bu domine effekti kimi biri yıxılanda hər kəs yıxılır. Burada bir nüansı qeyd edeyim. Misal üçün baxın, Amerikada elə Reaganın başladığı bir mənada liberallaşdırma, deregulyasiya siyasətini eyni zamanda Clinton'la davam elətdirir və 1999-cu ildə orada həmin o belə deyək, Amerikada bir akt var idi. 1933-cü ildə qəbul edilmiş bir akt var idi. Həmin aktla kommersiya bankları ilə investisiya banklarını belə deyək, bir-birindən ayırmışdılar. Lakin 1999-cu ildə səbəbsə Goldman Sachs-dan gələn həmin dövrdə Amerikanın xəzinə katibinin də təsiri ilə, diqqət edin, Goldman Sachs-dan gəlmişdi o adam da. Və Financial Service Modernization aktı qəbul edirlər Clinton və bu aktla artıq kommersiya bankları ilə belə deyək, investisiya bankları birləşə bilirlər. Yəni hətta orada Citibankdan Citigroup səfərimizə birləşir belə. Birləşə bilirlər və təbii ki, bu da riski artırmış olur. Çünki misal üçün investisiya bankının məqsədi əslində sərvət idarə etmə, yatırım və s. Amma kommersiya bankının məqsədi kredit vermək və o depozit qəbul etmək və s. Amma bunlar birləşəndə bir mənada sistem daha da mürəkkəbləşmiş olur. Çünki investisiya bankları spekulativ maliyyə alətlərinə yatırım edirlər. Onlar da batanda təbii ki, hər kəs zərər edir bundan. Və o cümlədə məsəl üçün Lehman Brothers'ın batması da əslində böyük bir şok effekti yaratmış oldu. Yəni bizə nə deməyin, misal üçün həmin vaxtı bu Lehman Brothers'ın batmasıyla İngiltərədə Barclays bankı, ən çox zərər edənlərdən birisi Almaniyada Deutsche bankı, UBS, o cümlədən Yaponiyada Nomura, Abu Dhabi'dən və yaxud da müxtəlif fondların və s. vəsaitləri var idi ki, o vəsaitlər deyəndə həmin o Lehman Brothers'ın security'lərini, yəni qiymətli kağızlarını almışlar və onun batması ilə böyük bir zərər olmuş oldu və bütün dünyaya yayılmış oldu.
Təbii ki, bu böhrandan çıxmaq üçün də həmin vaxtda Amerikanın federal ehtiyatlarının rəhbəri Ben Bernanke idi. Yercəm ki, 2 il öncə Nobel mükafatı da aldı. Amma çox ciddi tənqid edilən bir insandır. Hətta o haqda kitab da yazdı, Courage to Act deyə. Bunun siyasətini çox ciddi tənqid edirlər və bunu ən çox tənqid edilən birisi də mənim ən çox təsirləndiyim, belə deyək, fəlsəfəsindən yanaşmasından Nassim Nicholas Taleb idi və adamlar həqiqətən də haqlı çıxmış oldu. Nə baxımdan? Bu başladılar monetar siyasət yeritməyə. Zaten bütün dövlətlər başladılar pul çap etməyə ki, bundan çıxış yolu iqtisadiyyatı biz belə deyək də xilas etmək üçün biz pul çap etməliyik. Pul çap etmək deyəndə, yəni belə deyək də faiz dərəcəsini aşağı salırıq. Bazarda pul, dollar bolluğunu yaradırıq, insanlar o pulu alır, istehlak eləyir, belə deyək də iqtisadi çarx yenidən işə düşməyə başlayır. Təbii bu siyasət qısa vədədə effektiv ola bilər. Həqiqətən də pis yaxşı idarə elədilər. Yer gəlmişkən 2009-cu ildə ya 2010-cu ildə Amerikanın ümumi borcu 9 trilyon dollar idi. Amma təsəvvür edin, həmin vaxtdan bəri Amerikan borcu indiyə qədər təxminən belə deyək 10-15 il ərzində Amerikan borcu təxminən artıq belə deyək də 36 trilyon oldu. 36 trilyona çatmış oldu. Və bunun ən böyük səbəblərindən birisi əslində bu pul çap etmə siyasəti idi. Nə baş verir dostlar? Amerika başladı monetar siyasət yeritməyə, o cümlədən digər ölkələr də Avropa Birliyi də monetar siyasət, Avropa Mərkəzi Bankı da pul belə deyək də faiz dərəcəsini aşağı salmış oldu. Yaponiya zaten uzun müddətli yuanı, Yaponiya yenasını devalvasiya etmişdi. Yəni faiz dərəcəsini çox aşağı, hətta bir ara Yaponiya Mərkəzi Bankı mənfiyə salmışdı faiz dərəcəsini ki, yəni bankları deyirdi ki, sizin hər hansı bir limitiniz yoxdur. Yəni limitsiz borc alaraq belə kredit verə bilərsiniz bir mənada. Təbii Yaponiyanın da yenanın ucuzlaşdırmasını negativ təsirləri oldu. Bu yaxında dedim, hətta keçən il böyük bir belə deyək də Yaponiyada şok yaşanmış oldu. Onu da izah edəcəm videonun sonunda nə oldu, yəni nə etdilər onlar da. Bu pul siyasətini uzun müddət apara bilməzsiniz. Yəni ucuz pul siyasətini. Bu bir yerdə sizə negativ təsir edəcək. İndi yekunlaşdırsaq nəyə gəlib çıxacaq? Baxın. Pulu devalvasiya etmək əslində siz pulunuzu devalvasiya edirsinizsə, digər dövlət də devalvasiya etməyə başlayacaq. Amerikanın bir öncəki videolarımda da yazılarımda dəfələrlə qeyd etmişəm. Amerikanın ən əsas hədəfi dolları ucuzlaşdırmaqdır. Nə yollansa dolları ucuzlaşdırmaqdır. İndi federal ehtiyatlar faizi keçən dəfə qeyd etdik ki, bir anda oturub faizi kəskin aşağı sala bilməz. Çünki bu dollara olan güvəni itirə bilər. Həm də pul siyasəti gördülər ki, artıq effekt vermir. Çünki siz faizi aşağı salırsınız, bu pul bank sistemində qalır. Bayaq qeyd etdiyim kimi kommersiya bankları və investment bankları birləşib deyə bir mənada o pulu alırlar, ucuz krediti alırlar, başlayır yatırım etməyə, səhəm bazarına yatırım edirlər. O səhəm bazarına yatırım etmək də əslində real iqtisadiyyata yansımır. O fakt, yəni indi düzdür, rasional iqtisadi modellər bunu belə hesablayırlar ki, biz bu pul siyasətini eləsək, belə deyək də, model üzərində elə görsənə bilər, amma real iqtisadiyyatda elə olmur, təəssüf ki, alınmır. Və bundan dolayı da Fedin indi faizi aşağı salması və kəskin aşağı salması zaten nəticə verməyəcəkdir. Trump nə etdi? Tarif tətbiq elədi. Təbii tarifin necə şok effekti yaratdığını gördünüz. Təxminən səhəm bazarına 3 trilyon dollar pul ərimiş oldu. Amma mənim narahat edən şey bilirsiniz dostlar. Və həqiqətən də dollar ucuzlaşdı. Diqqət etsəniz, dollar 103-dən 100-ə qədər ucuzlaşdı. O cümlədən 10 illik xəzinə bondlarının faiz gəlirliyi də aşağı düşmüş oldu. Yəni bu xəzinə bondları sadə dillə desək, Amerikanın borc kağızlarıdır. Bu kağızı alırsınız, Amerika müəyyən belə deyək də pul qarşılığında sizə faiz verir. Hal-hazırda o faiz belə deyək də çobud dillə izləyəcək. Hal-hazırda o faiz 4.38 idi, 3.95-ə qədər düşmüşdü. Amma dollar təkrar, məsəl üçün, dünən yenidən yüksəldi dollar. Təkrar 102-yə qədər bağlaşdı dollar. Bilirsiniz niyə görə dostlar? O Triffin dilemmasına görə. Dollara olan tələbi ümumiyyətlə azaltmaq olmur. Çünki qeyd edirəm, Azərbaycan kimi bir ölkə neft satır, pulu nə ilə alır? Dollarla alır. Oradan məsəl üçün deyək ki, Türkiyə borc alır, nə ilə borclanır? Dollarla borclanır. Və dollara daim tələb var. Bir də üstəlik də təbii Amerikan səhəm bazarına da yatırımlar olur və bu da bir mənada dollara olan tələbi artırır. İndi bu sistem əvvəl necə qurulmuşdu? Amerika belə deyək, dolları buraxırdı və sonra dövlətlər bir mənada, böyük dövlətlər yenə də həmin o dolları aparırdı, Amerikan xəzinə bondlarına yatırım edirdi. Yəni o pul bir mənada dövr edib yenə Amerikaya qayıtmış olurdu. Xüsusilə qeyd edeyim, misal üçün
Çin idi, Yaponiyadır. Düzdür, Yaponiya indi də kifayət qədər Amerikan xəzinə bondlarını əlində saxlayır. Təxminən 1 trilyon səhv etmirəmsə. Çin də əvvəl 1 trilyon, 2 trilyon idi. Sonra Çin onu azaltdı. Çin başladı bu xəzinə bondlarını almamağa. Təbii bu da bir mənada Amerikaya xoş gəlmir. Çünki deyir ki, okey, sən bundan qazanırsan, bu sistemdən qazanırsan, mənə bu qədər məhsul satırsan, amma o pulu dövrə edib mənə qaytarmırsan. Çünki Amerika xəzinə bondlarını alanda bir mənada o pul yenə də Amerikan sisteminə, Amerikan iqtisadiyyatına qayıtmış olur. Və belə olan halda da təbii Amerika başladı gördü ki, bu sistem artıq öz-özünü dağıtmağa doğru gedir. Çünki Amerikan dollarının bahalaşması Amerikan borcunun dəyərini artırır və eyni zamanda Amerikanın xaricə ixracatını zəiflətmiş olur. Çünki baha dollar, baha məhsul, Amerikan məhsulu deməkdir. Və belə olan halda təbii ki, Çin dünya bazarında daha böyük yer tutacaq. İndi bu Trump'ın tarif siyasəti tətbiq etməsi əslində məncə uğurlu olmayacaq. Niyə görə? Çünki dediyim kimi dolları ucuzlaşdırmaq çox çətin məsələdir. Dollar obyektiv olaraq, yəni bu sizin əlinizdə deyil artıq. Bu bağlaşmalıdır. Çünki baxın, nefti də dollarla satırsınız, qızılı da dollarla alırsınız. Hər şey dollarlandır. Dünyaya tələb var isə dollarda. Belə deyək, dünyada dollara tələb var isə siz dolları aniden ucuzlaşdıra bilməyəsiniz və yaxud da süni müdaxilələrlə ucuzlaşdıra bilməyəsiniz. İndi Trump tarifi tətbiq etdi. Təbii tarifi tətbiq etməkdə bir digər məncə hədəfi də var onun. Amerikada çox ciddi rezonans yaradıbdı və bu inflyasiyanın artması səbəb olacaq yeri gəlmişkən. Eyni zamanda Trump seçilməzdən öncə, yəni kampaniya dövründə söz vermişdi ki, vergiləri aşağı salacağam. Əslində eyni zamanda mən düşünürəm ki, bilmirəm, bəlkə də yanıla bilərəm. Buradan gələcək gəlirlə müəyyən mənada o vergi düzəlişlərini də kompensasiya etmək istəyir. Çünki bugünkü gündə Amerika bu borcun içərisində bir də oturub deyə bilməz ki, mən vergini aşağı salıram. Bu Amerikada belə deyək də şok effekti yarada bilər. Yəni okey, onun Amerikan borcunu kim alacaq? Heç kim güvənməyəcək o halda. İndi istəyir ki, bu tarifdən gələn gəlirlərlə də bir mənada dediyim kimi dolayı vergiləndirmədir əslində. Müəyyən mənada onu kompensasiya etsin. Nə dərəcədə uğurlu olacaq bilmirik. İndi burada nə baş verəcək? Mənim gözləntim bu yöndədir ki, təbii Amerika başlayıb dolları ucuzlaşdırmaq istəyir. Arxasında duran əsas məqsəd belə deyək də budur. Və belə olan halda oradan İngiltərə, buradan Almaniya sakit durası deyil ki, okey də Amerika dollarını ucuzlaşdırsın. Bir də üzərinə tarif tətbiq etsin və insanlar Amerikan məhsulu alsın. Buradan Çin zaten yuanı çox vaxt ucuzlaşdırır, süni müdaxilələr eləyir. Çin məhsulları dünya bazarında yer tutsun və mən Almaniya deyəcəm, mən məhsulumu kimə satacağam? Ona görə böyük gümanlıqla başlayacaq Avropa Birliyi də avronu nə yanılmazsa ucuzlaşdırmağı. Zaten bu il ərzində Avropa Mərkəzi Bankı 4 dəfə faiz azaltmağı sözünü vermişdi. Amma yenə də avronu istədikləri qədər ucuzlaşdıra bilmir. Diqqət etsəniz, avro dollar hara yüksəldi, yəni 1.11-ə qədər yüksəldi. O cümlədən funt hara yüksəldi. Bunun sonu əslində pul müharibəsidir. Daha proteksionist siyasətdir. Dünyada inflyasiyanın artması deməkdir. Qaçınılmaz olaraq bütün dünyada inflyasiya baş verəcək. Və mənim ehtiyat etdiyim şey odur ki, dövlətlər bu siyasətdən militarləşmə keçməsin. Çünki bəlkə də bir razılıq əldə olunmazsa ki, o da uzaq görsənir. Çünki məsələ Amerika tarif tətbiq etdi. Çin də dedi ki, nə eləyəcəksənsə artıqlamasından görəcəksən və 34-dür, 37-34% Çin də başladı Amerikan məhsullarına tarif tətbiq etməyə. Yəni qaçınılmaz olaraq təbii ki, Avropa Birliyi də hazırlaşıbdı. Onlar da tarif tətbiq edəcəklər. Tam bir proteksionist siyasət və biz əslində 1930-cu illərə geri qayıtmış oluruq. Ümid edirəm 1930 bu 30-cu illərin xatirəsi 40-cı illər kimi bitməz bizdə də. Yəni həqiqətən qaçınılmaz olaraq dediyim kimi bu iqtisadi qanunyuyğunluqdur. Siz durmadan pulunuzu dəyərsizləşdirmək istəyirsinizsə, qlobal bazarda öz məhsullarınızı önə çıxartmaq istəyirsinizsə, digər dövlətlər də ağılsız deyil, eyni şeyləri eləyəcəklər. Bizim bundan xilas olmamızın təbii ki, bu sistemdən qaçınılmazdır. Gecə-tezə təbii ki, bunun zərərini hər kəs dadacaq. Amma yeganə yol görünən odur ki, ya siz daşınmaz əmlaka yatırım etməlisiniz, ya qızıla yatırım etməlisiniz, ya da bəlkə indi biraz çökərsə Amerikan səhəm bazarına yatırım edə bilərsiniz. Çünki nə qədər də qlobal böhran olsa, insanlar pul olan yerə gedir. İnsanlar nə olur olsun pul qazanmaq istəyirlər. Və bu baxımdan da əslində ən ideal vasitələrdən birisi də Amerikan səhəm bazarıdır. Təbii yer gəlmişəm mən hansı səhəm nəyə alaq, nəyə sataq demirəm. Amma bir çöküş olarsa
yenidən mən S&P 500 indeksinin yüksələcəyini düşünürəm. Nə vaxt olacağını bilmirəm və yaxud da bu çöküşün nə qədər davam edəcəyini də bilmirəm. Amma S&P 500 indeksinə biraz bu müharibələr səngisin, biraz belə deyək də müəyyən bir razılaşmanın hər hansı bir izi görünərsə, məncə S&P 500 indeksi yenidən yüksələ bilər. Yəni sərvətinizi qorumaq və ya da müəyyən mənada hətta inflyasiyadan qorunmaq üçün ya dediyim kimi daşınmaz əmlak qızıl ya da olan sərvətinizi və ya da vəsaitinizi artırmaq istəyirsinizsə, ideal vasitələrdən birisi səhm bazarıdır. Çünki qeyd etdiyim kimi bu oyun sonsuza qədər davam edə bilməz. Yəni mütləq şəkildə ya Trumpı devirəcəklər, ya nəsə bir razılığa gələcəklər. Onda da ən ideal vasitə səhm bazarı dibə düşdüyünə görə yenidən insanlar səhm bazarına belə deyək də daxil olmaq, bu səhm bazarı yüksələ bilər. Yəni bu haqqda da düşünə bilərsiniz. Ümid edirəm faydalı olmuşdur dostlar. Qeyd etdiyim kimi videonu uzatmaq istəmirəm, amma ümumiyyətlə bu tarif siyasətinin nəticəsi bizi pul müharibələrinə aparacaq, qaçınılmaz olaraq. Bu pul müharibəsi təbii ki bizə də toxunacaq. Ona görə mən bir öncəki videomda da dediyim kimi bizim manatımız da çox bahadır. Dövlətlər pullarını belə ucuzlaşdırıb məhsullarını satmağa yer axtaranda ümumiyyətlə biz də bundan manatın dəyərləşməsi ilə biz də öz daxildə olmayan belə deyək də istehsal sektorumuzu daha da ya hətta onun xəyalını belə ölkədə məhv edə bilərik. Ona görə düşünürəm ki, hətta bizim manatımızın da bu kontekstdə düşünülməsi lazımdır. Sağ olun dostlar.